Salam əziz müəllimlər, mən Nur Mustafazadə, metodika üzrə təlimçi olaraq fəaliyyət göstərirəm. Bugünkü dərsimiz qiymətləndirmədir. Bildiyiniz kimi, keçən dərs biz diaqnostik və formativ qiymətləndirmə haqqında danışmışdıq. Bugün isə summativ qiymətləndirmə haqqında geniş məlumat verməyə çalışacağam. Summativ qiymətləndirmə məzmun standartının bilik və bacarıq hissəsinə şagird hansı səviyyədə çatıb-çatmayıb onu bilmək üçün istifadə olunur. Yəni ki, formativ qiymətləndirmədə şagirdin fəaliyyəti izlənilirdisə, summativ qiymətləndirmədə şagirdin nailiyyəti qiymətləndirilir. Summativ qiymətləndirmə vasitəsilə şagirdlərin öyrəndiyini tətbiq edə bildiyini, tədris olunan materialları mənimsədiyini, irəli getmək potensialının olub-olmadığını rahat bir şəkildə görürük. Summativ qiymətləndirmə mövzu, bölmə, həmçinin yarımillərin sonunda keçirilir. Summativ qiymətləndirmə iki cür olur. KSQ, yəni kiçik summativ qiymətləndirmə və BSQ, yəni böyük summativ qiymətləndirmə. Bölmənin sonunda və daxilində keçirilən summativ qiymətləndirmə kiçik summativ qiymətləndirmə adlanır. Yarımillərin sonunda keçirilən summativ qiymətləndirmə isə böyük summativ qiymətləndirmə adlanır. Biz demişdik ki, formativ və diaqnostik qiymətləndirmə bala əsaslanmır. Lakin summativ qiymətləndirmə bala əsaslanır. Yəni ki, kiçik və böyük summativ qiymətləndirmədə nəticələr maksimum 100 bal ilə ifadə olunur. İlk öncə summativdə qeyd olunan ballar haqqında məlumat verim. Summativ qiymətləndirmədə sənədləşmədə istifadə edilmək və valideynlərə məlumat vermək məqsədi ilə ballar qiymətlə yazılır. Yəni ki, müəyyən bir cədvələ əsasən müəyyən ballar müəyyən qiymətlərə aid edilir. Gördüyünüz cədvəldə bal aralığı və qiymət yazılıb. Baxın. Deməli, 0-dan 30 bala kimi şagird summativdən bal toplayıbsa, bu 2 qiyməti sayılır, yəni qeyri-kafi. 30-dan yuxarı, yəni 30,1 ola bilər, 30-dan %1 ola bilər, 31 ola bilər, fərqi yoxdur. 30-u keçibsə, 60 da daxil olmaqla 60-a qədər bu 3 sayılır. 60-dan yuxarı 80-ə qədər 80-də daxil olmaqla 4 sayılır və 80-dən 1 bal belə, 1,1 bal belə və yaxud da ki 0,1 bal belə yüksəkdirsə 100-ə qədər bu 5 sayılır, yəni əla. Tutaq ki, şagird summativdə 60,5 bal toplayıb. Bu artıq 4 sayılır, çünki 60-ı keçib. Və yaxud da ki, şagird summativdə tam-tamına 80 bal toplayıb. Bu onun 4 alması deməkdir. Lakin 80,1 olsaydı və ya 81, 82, 84 bal toplasaydı, yəni 80 keçsəydi artıq bu 5 qiyməti sayılırdı. Formativ və diaqnostik qiymətləndirmələr rəsmi qiymətləndirmə deyildi. Lakin summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və jurnalda qeyd olunur. Bəs bunlar jurnalda necə qeyd olunur? KSQ-lərin və yaxud da BSQ-nin jurnalda qeyd olunmasından əlavə bunların keçirilmə vaxtları haqqında geniş şəkildə danışaq əvvəlcə. KSQ bir neçə dəfə aparılır. Yəni ki, 4-5 həftədən bir KSQ keçirilir. 3 həftədən tez olmayaraq, 6 həftədən gec olmayaraq aparılır KSQ. Yəni ki, təxminin aya bir dəfə düşür. Məsələn, bir ay yarımdan bir KSQ keçirilir. Bir yarım il ərzində minimum 3 KSQ keçirilə bilər bir fəndən. Bir yarım ildə 3 KSQ, ümumilikdə 6 KSQ keçirilə bilər minimum. Amma ümumilikdə ortalama 7-8 KSQ keçirilir. BSQ isə, yəni böyük summativ qiymətləndirmə isə ildə 2 dəfə yarım illərin sonunda keçirilir. İndi isə üzürlü və yaxud üzürsüz səbəbdən summativlərdə iştirak edə bilməyən şagirdlərə hansı qiymət yazılmalıdır və yaxud da qayıb yazılmalıdır, bu haqda danışaq. KSQ-də, yəni kiçik summativ qiymətləndirmədə üzürlü səbəbdən iştirak etməyən şagird, yəni rəsmi şəkildə hər hansı bir arayış gətirib və rəsmi şəkildə rəhbərlikdən icazə alan bir şagird, əgər summativdə iştirak edə bilməyibsə, əvvəlcə sinif jurnalında adının qarşısında nəticələr yazılan 2 xana diaqonalla 2 hissəyə ayrılır. Xanaların hər ikisinin sürətinə qayıb yazılır Q hərfi ilə. Məxrəclər isə boş saxlanılır. Əgər növbəti KSQ-yə qədər şagird gələrsə, müəllim ona yeni bir summativ verir və şagird həmin o summativi yazır. Və sonra neçə bal alırsa, həmin o bal boş saxlanılan məxrəcə qeyd olunur. Lakin şagird digər KSQ-yə qədər də gəlməsə, üzürlü səbəbdən gəlməsə, həmin o boş saxlanılan məxrəcə də Q hərfi, yəni qayıb yazılır. Və bu yarım illik balların hesablanmasına nəzərə alınmır. Yarım il hesablanarkən KSQ-lər toplanır
bütün KSG balları toplanır və keçirilmiş KSG-nin sayına bölünür. Tutaq ki, siz 4 KSG keçirtmişsiniz və şagird hər KSG-dən neçə bal alıbsa, onların hamısını toplayıb 4-ə bölürsünüz. Və bu sayədə yarım illik qiyməti çıxardırsınız. Lakin şagird üzürlü səbəbdən gəlmədikdə və həmin o tutaq ki, KSG 4-də qayıb yazmışsınızsa, artıq siz onu yarım ildə hesablamırsınız. Ümumilikdə 4 KSG keçirilsə də şagirddə üzürlü səbəbdən qayıb yazıldığı üçün siz 3 summativi toplayıb 3-ə böləcəksiniz. Sanki bir summativ heç keçirilməyibmiş kimi. Lakin belə bir məqam var. Tutaq ki, siz aprelin 16-sı KSG keçirmişsiniz və şagird həmin KSG-də iştirak etməyib. Və iştirak etməməsinin heç bir əsaslı səbəbi yoxdur. Yəni, heç bir arayış gətirməyib, icazə almayıb. Bu halda şagirdə qayıb yazılır, həmin o yenidən xətt çəkilir yuxarı, yəni sürətə qayıb, məxrəcə isə 0 qeyd olunur. 0 balda bildiyiniz kimi 2 sayılır. 0 bal 2 yazılır və şagirdin yarım illik qiyməti çıxarılarkən bu KSG 0 bal olaraq sayılır. Yəni, bayaq üzürlüdə hesablamadıq. Lakin üzürsüzdə hesablayırıq. Tutaq ki, siz 4 dənə summativ keçirmişsiniz. Onların birində şagird üzürsüz səbəbdən iştirak etməyib və tutaq ki, birindən 80 alıb, birindən 85, digərindən 90. Apreldə olan summativdən artıq bu şagird üzürsüz səbəbdən iştirak etmir və 0 balını 2 yazırsınız. Həmin o 0 balı da, yəni onların hamısını, bütün summativ nəticələrini toplayırsınız və 4-ə bölürsünüz. Bayaq üzürlü səbəbdən iştirak etmədiyi üçün 2 dəfə, yəni 2 şans verildiyi halda iştirak etmədiyi üçün hesablanmırdı. Yəni 4 summativ keçirildiyi halda 3-ə bölünürdü. Toplanırdı, 3-ə bölünüb, daha doğrusu yarım il qiymət çıxarılırdı. Lakin üzürsüz səbəbdən iştirak etmədikdə artıq o hesablanır. 0 bal olaraq hesablanır. Bu da şagirdin balının düşməsi deməkdir. Yəni biri var, balı toplayıb 3-ə böləsiniz, biri var, toplayıb 4-ə böləsiniz. İndi isə BSG-də nə yazılmalıdır? Üzürlü və ya üzürsüz səbəbdən gəlməyən şagirdlər üçün. BSG-də üzürlü səbəbdən, yəni xəstəlik ola bilər, hər hansı bir fövqəladə hadisə ola bilər, hər hansı bir səbəbdən BSG-də iştirak edə bilməyən şagirdə 14 gün müddət verilir. Əgər 14 gün içərisində şagird gəlib BSG-ni yazacaqsa, həmin ora qiymət yazılacaq. Yəni, bayaqki kimi xətt çəkilir və aşağı hissəsi boş saxlanılır. Əgər şagird gəlirsə, həmin ora qiymət yazılır. Gəlmirsə 0 yazılır. Yəni, 14 gün vaxt verilir üzürlü səbəbdən iştirak edə bilməyən şagirdə. Lakin üzürsüz səbəbdən, yəni heç bir əsaslı bir səbəbi olmadan BSG-də iştirak etməyən şagirdə elə həmin dəqiqədə 0 bal 2 yazılır. Yəni qayıb, sonra da aşağı məxrəc hissəyə 0 və 2 yazılır. İndi isə baxaq görək KSG və BSG-lər hansı fənlərdən, hansı siniflərdə keçirilir. KSG 1-ci sinifə çıxmaq şərti ilə bütün siniflərdə, bütün fənlərdən keçirilir. Yəni ki, bütün fənlərdən və bütün siniflərdə müəyyən bölmələr üzrə bir yarım ildə minimum 3 summativ keçirilir. Kiçik summativ qiymətləndirmə keçirilir. BSG isə 1-ci, 2-ci, 3-cü sinifi çıxmaq şərti ilə bütün siniflərdə keçirilir. Lakin BSG bütün siniflərdə bütün fənlərdən keçirilmir. Yəni ki, bayaq dedik ki, KSG 1-ci sinifə çıxmaq şərti ilə bütün siniflərdə bütün fənlərdə keçirilir. Lakin BSG-də sadəcə 4, 9 və 11-ci siniflərdə, yəni buraxılış siniflərində bütün fənlərdən BSG olur. Yəni ki, 4-cü, 9-cu, 11-ci sinifə dərs deyən bütün müəllimlər bu siniflərdə KSG ilə yanaşı BSG də keçirilir. Lakin 1, 2, 3-cü sinifdən başqa bütün siniflərdə 3 fəndən BSG olur. Yəni Azərbaycan dili, riyaziyyat və xarici dil. Bu 3 fən 3 sinifə çıxmaq şərti ilə bütün siniflərdə keçirilir. Lakin digər fənlər sadəcə 4, 9, 11-ci siniflərdə BSG keçirdə bilir. İndi ümumiləşdirəsi olsaq, KSG-lər 1-ci sinifə çıxmaq şərti ilə bütün siniflərdə və bütün fənlərdən keçirilir. BSG-lərdə isə 1, 2, 3-cü sinifə çıxmaq şərti ilə Azərbaycan dili, riyaziyyat, xarici dil bütün siniflərə keçirilir. Yəni ki, 5, 6, 7, 8 və 10-cu siniflərdə sadəcə Azərbaycan dili, riyaziyyat və xarici dildən BSG olur. 4, 9, 11-ci sinif kimi digər fənlərdən həmin siniflərdə BSG keçirilmir. Bunu da qeyd edək ki,
KSQ, yəni kiçik summativ qiymətləndirmə fənn müəllimi tərəfindən bölmənin sonunda keçirilir. BSQ isə, yəni böyük summativ qiymətləndirmə isə məktəb rəhbərliyinin belə deyək, təyin etdiyi komissiya tərəfindən keçirilir. Yəni BSQ-nin suallarını müəllim hazırlaya bilər, lakin həmin o sualları toplayıb keçirdən məktəb rəhbərliyinin təyin etdiyi komissiya olur. Həmçinin bunu qeyd edək ki, BSQ və ya KSQ-də suallar hazırlayarkən suallar hamısı eyni səviyyədə olmamalıdır. 20 ballıq asan, 30 ballıq nisbətən asan, 30 ballıq nisbətən çətin və 20 ballıq çətin suallar qoyulmalıdır. Məsələn, əgər siz 10 ballıq bir summativ hazırlayırsınızsa, onun ilk 4 sualı 5 ballıq olmalıdır. Yəni asan suallar, 20 bal dəyərində. Sonra 3 sual hərəsi 10 bal olmaqla, ümumilikdə 30 bal dəyərində nisbətən asan olmalıdır. Daha sonra 2 15 ballıq sual, yenə 30 bal dəyərində nisbətən çətin olmalıdır və sonda 1 sual 20 ballıq çətin sual qoyulmalıdır. Yəni ümumilikdə 100 bal. Yəni ki, bəzən summativlər hamısı eyni səviyyədə suallar olaraq hazırlanır. Bu da yanlışdır. Yəni tutaq ki, hamısı 10 bal olmaqla və ya hamısı 5 bal olmaqla hazırlanır suallar. Bu doğru deyil. Müəyyən səviyyələrə görə 4 səviyyə üzrə müxtəlif suallar hazırlanmalıdır. BSQ keçirilməyən sinifdə yarımillik və illik qiymətləndirmə KSQ-lərə əsasən necə hesablanır, buna baxaq. Birinci yarımildə bütün KSQ-lərin balları toplanır və KSQ-lərin sayına bölünüb yarımil qiyməti çıxarılır. Eyni şeyi ikinci yarımildə də tətbiq edirlər. Və daha sonra 2 yarımilində balı toplanılır və 2-yə bölünür və illik qiymət çıxarılır. BSQ keçirilən siniflərdə isə illik və yarımillik qiymətlərin çıxarılması biraz daha fərqlidir. Yarımili hesablamaq üçün KSQ-ni toplayıb KSQ-nin sayına bölürlər və alınan nəticəni 40-a vurub 100-ə bölürlər. BSQ-də isə BSQ-də tutaq ki, şagird 70 bal toplayıb 70-i 60-a vurub 100-ə bölürlər. Və KSQ-də və BSQ-də əldə olunan nəticələri toplayıb yarımil qiyməti çıxardırlar. Eyni formada 2 yarımildə çıxardıqdan sonra yenə yarımil qiymətləri toplanılır və 2-yə bölünür. Summativ haqqında məlumatları ümumiləşdirəsi olsaq, rəsmi qiymətləndirmədir, məzmun standartı əsasında aparılır, 2 cür olur, KSQ və BSQ, KSQ kiçik summativ qiymətləndirmə, BSQ böyük summativ qiymətləndirmə, bilik və bacarığın hansı səviyyədə olduğunu ölçməyə və müəyyənləşdirməyə xidmət edir summativ qiymətləndirmə, KSQ 4-5 həftədən bir aparıla bilər, minimum 3 KSQ, maksimum 6 KSQ olmalıdır bir yarım ildə. BSQ isə ildə 2 dəfə aparılır, hər yarım ilin sonunda. Dərsimiz bu qədər müəllimlər. Hər birinizə uğurlar diləyirəm. Sağ olun.